Xırdavan şəhərində yerləşən Bakı Gecələri restoranında müştəri dava salaraq həmcinsinə xəsarət yetirib. Məlumata görə hadisəni törədən Şirvan şəhər sakini Şəbnəm Hümbətova olub. İstintaq zamanı onun əvvəllər başqa cinayət törətməsi və şərti azadlıqda olması müəyyən edilib. Məlum olub ki, 33 yaşlı qadın əvvəllər bıçaqlanma cinayəti ilə ittiham edilib. Bu dəfə isə o Bakı Gecələri restoranında müştərilərdən biri ilə dalaşıb. Həmin gün Şəbnəm Hümbətova restoranda tanışı ilə rəqs edib. Bu zaman Rəvani adlı digər müştəri zala daxil olub və işıqları yandırtdırıb. Bundan əsəbləşən Şəbnəm Hümbətova həmin müştəriyə hücum edib. Masanın üstündəki qablardan birini ona ataraq həmcinsini baldırından yaralayıb. Faktla bağlı Abşeron rayon polis idarəsində Cinayət Məcəlləsinin 221.3-cü xuliqanlıq maddəsi ilə iş açılıb. İşə rayon məhkəməsində baxılıb. Abşeron rayon məhkəməsinin hökmü ilə Şəbnəmə 2 il 6 ay 3 gün həbs cəzası verilib. O məhkəmə zalında qanunlanaraq təcridxanaya aparılıb.